Salam uşaqlar, bu günləri əl işlərinizə baxıran videonun ardı gəlir və bunu deyim ki, aralarında həqiqətən çox maraqlı əl işləriniz var. Yəni həqiqətən hər birinizin əl işi qəşəngdir, amma çox da uzatmayın, videoya başlayaq. Yazıb ki, qızım, müəllimə necəsiniz? Çox sağ ol qızım, sən necəsən? Havin Memliyeva, 11 yaş, inşallah bəyənərsiniz. Can, uşaq deyir ki, inşallah müəllimə bəyənərsiniz. Birinci deyim, Havin adında, soyadında qeyri-adidir, maraqlıdır. Ha, imza. Bu şeydir deyəsən, bir dəqiqə musiqi şeylərində olur, üstü maraqlıdır. Momo yaz. Maraqlıdır. Məncə bu ikinci daha qəşəngdir. Elədir uşaqlar. Məncə şirindir. Qurbağadır məncə. O birində məsələn musiqinin adı vardı. Bunda niyə yoxdur? Amma fikri idi. Baxın, fərqlidir. Dediyim kimi videonun əvvəlində də demişdim zaten, fərqlidir. Maraqlıdır da. Salam müəllimə, necəsiniz? Çox sağ olun. Sən necəsən? 12 yaşım var. Bunu çəkmişəm. Sizcə necədir? Aha, Novruz bayramı. Hər uşaqlar yenidən təbrik edirəm Novruz bayramınızı. Bol bərəkət sizin olsun inşallah. Çox qəşəngdir. Tonlamada problem var quzum. Yəni əsas məsələ məsələn bizim xonçanın qabaqda olması, elə deyilmi? Məsələn, səndə ön planda fondur. Fon dediyimiz arxa hissədir uşaqlar. Fon arxa deməkdir. Arxa nahiyəsində, yəni fonda rənglər çox tündür və qabaqda əsas bizim ön planda, baş rolda deyək, olan naturmortumuz biraz arxaya gedib. Yəni başa saldım məncə. Amma 12 yaşa görə çox qəşəngdir. Yəni onun rənglərin o tündüyü maraqlıdır da, yəni. Yəni əfərim sənə quzum. Aha, 16 yaşım. Rəsm dərsini almamışam. Heç məktəbə də getmirəm. Bir dəqiqə, məktəbə getmirsən. Niyə? 4 sinif təkəm. Belə başa düşdüm ki, 4-cü sinifdə çıxmısan. Niyə? Bir dəqiqə, şəkil bu dəqiqə beynimdə getdi. Niyə məktəbə getmirsən ümumiyyətlə? Bu şeylər ümumiyyətlə qatılmıram. Hər bir gənc, necə ki, Ulu Öndərin dediyi kimi, hər kəsin təhsil almağa hüququ var, almalıdır, mütləq. O 11 illik təhsil hər kəs almalıdır. İndi bilmirəm, boş keçir, dolu keçir, mən biraz travmatik keçib, ola bilsin. Amma oxumaq lazımdır da, yəni. Məni inkişaf elətdirən universitet illərim olub, magistr illərim olub. Amma bunu da deyim ki, hər kəs də oxumaq məcburiyyətində deyil, universitet və ya magistr kollec. Əsas özünü inkişaf elətdirəcək mühitdə qalmalıdır uşaqlar, qolmaq deyil. Yəni, qolmaq nə idi? Nəysə. Şəkillərinə baxaq. Yəni bu isə biraz çox mənə biraz şeylərdir, əsəbləşdirdi. Yəni məktəbə niyə getməmiz? Mucizəli Uğur böcəyinin kara kedi. Çox qəşəng. 16 yaşında çək. Bunu deyim ki, çox oxşatmısan. Mən niyə öskürürəm hər dəfə? Çox qəşəngdir. Portret işləmisən. Amma onu deyim ki, portretindən çox bu ikisini, Mucizəli Uğur böceyi ilə kara kedini çox bəyəndim. Ümumiyyətlə də Mucizəli Uğur böcəyini daha çox baxmamışam. Siz baxmısınızsa uşaqları qeyd edin. Amma rəngli də işləsən çox əla olar. Niyə öskürürüm bilmirəm. Desəm. Ömər atıb, sual verir bir dəfəliklə, salam nə bir şey, oxşatmışam. Mən bunu deyim ki, bəli, oxşatmışsam. Sizcə hansı qəhrəmanımızı çəkib çox qəşəng işləmişsən? Sadəcə deyim ki, Ömər, göz falan, burun hissələri qəşəngdir. Sadəcə oturma söhbəti var. Xarakteri tutmusan, kim olduğu baxan kimi bildim. Amma demirəm, uşaqlar desin. Və portret işləməyin ən qəşəng yolu bilirsən nədir? Dəfələrcə işləməkdir. İnanın ki, mən birinci portret işləyəndə məni sevən insanlar, sevməyən ola bilər. Sevməyənlər bir dəfə deyirdi, heç oxşamır. Sevənlər isə deyirdi ki, Tənə, sənin qəlbini qırmaq istəmirik, amma oxşamır. Əlbəttə ki, mənim qəlbimi bir qırırdı, biraz şey olurdu, pis olurdu. Onu deyirdim ki, oxşada bilirsən, get özünü çək. Fikir yaranırdı. Amma bunu deyim ki, bəzən tənqidə açıq olmaq lazımdır. Necə ki, olduğum mövqedə, o tənqidə açıq olmuşam ki, indi bu mövqedə işləməyi bacarıram. Bu əsas məsələdir. Yəni, özünüzü çox da şey eləməyin də. Yəni, egoist mi deyim, şey mi deyim? Baxırda indi kimdən, insandan insanda fərq edir. Nəsə, uzatmayaq. Və əla çəkmirsən. Salam əziz müəllimə, necəsiniz? Çox sağ ol quzum. Sən necəsən? Mən keçən dəfə Risonokla bağlı rəsm atmışdım. Risonok bilirsiniz uşaqlar nədir? Qurma ilə bağlı olur. Çox gözəl yorum etmişdiniz. Gözələ həmişə gözəl demək lazımdır. Bu səfər rəngkarlıqla bağlı rəsmi atmışam.
Bu rəsmi 15 yaşında çəkmişəm, 16 yaşım var. Alt hissəsini yarımçıq qoymuşam. Fikirlərinizi bilmək istəyirəm. İndidən təşəkkürlər. Və axırda da yazıb ki, hə, bir də hər dəfə demək kimi olmasın, işinizdə çox yaxşısınız. Çox sağ ol quzum. Bitər oldum. Necə deyirlər? Bəlkə də bu serinin ardının gəlməsində səbəbi budur. Çox belə məncə başa düşdünüz, amma həqiqətən çox sevindim. Bunu deyim ki, quzum, işinə baxayım. Bunu demədən əvvəl. Çox qəşəngdir. Yəni digər qızımız da işləmişdi. Fon məsələn ön plandaydı. Səndə də elədi. Amma sən o palaz var ya, arxadakı palaz. Onun belə milli naxışlar olsun, rəng seçimi olsun, materialı vermisən də. Mən onu çox bəyəndim. O material, palaz kirimlərdə bilirsiniz də, o xovlu xovsuzlarda o şeylər bilinir. Nəli xanalar falan çox qəşəngdir. Və istəyirsənmi bu işin daha qəşəng olsun? Fonda müəyyən tündüklər apar və o xonçadakı detalları tündləşdir. Qoy ön planda onlar olsun da, başrolda onlar olsun. Daha önə çək. Necə ki biz uzaqlıq, yaxınlığı bildirmək üçün, yəni adicə mən üzümü qoyacağam belə. Qaralır da üzüm elədir. Çəkəndə nə olur? İşığı var. Yəni öndə olanı qabağa çəkmək üçün daha tünd istifadə edirsən, fonda qaraltmalısan uşağı. Çox uzatmayın. Amma işin çox qəşəngdir və xoş sözlərinizə görə də çox sağ olun. Hər birinizin yorumunuzu oxuyuram. Müəyyən vaxta görə bəzilərinizin yorumunu cavablandıra bilmirəm, amma çalışıram ki, cavablandırım. Çünki incəsənət budur da, yəni işlərinizə baxaraq özüm də zövq alıram. Özüm də işləmək istəyirəm. Salam müəllimə, necəsiz? Çox sağ olun uşaqlar. Yaxşı olasınız. Mənim 11 yaşım var. Bugünkü videoda da Joker ilə mən öskürək tutdu da mən kaxa eskerini mən çəkmişdim. Rəsm kursuna getmirəm. Necədir? Aha. Üzr istəyirəm uşaqlar. Məncə yaşına görə çox qəşəng. 11 yaş dediyində elədir. Oxşatmısan. Çox da Qarabağ oyuncularını tanımıram. İzləyirəm ha. Sadəcə mən kaxa eskini özüm işləmişdim və özüm də sənin işini çox bəyənmişdim. Afərin. Jokeri də çox bəyənmişdim və bu işin də çox qəşəngdir və yenə o sualı verirəm. Sizcə kimi işləyib Qarabağ oyuncularından deyirəm və qalan hissələri izləyicilərə buraxıram. Amma həqiqətən çox qəşəng işləmirsən. Sənə ən böyük tövsiyəm bir müəllimə kimi hissə çəkməyə başla, ağız-burun məşqləri et və özünü daha çox irəli getdiyini hiss edəcəksən. Bilirəm 11 yaşın var və 11 yaşa görə məncə əladır. Wednesday necədir? 15 yaşında çəkmişdim. İndi neçə yaşın var? Məncə 15 yaşın yoxdur indi. Bunu deyim ki, xarakteri tutmuşsan və Wednesday yazmasan belə, mən onun o olduğunu bilərdim. Sadəcə məsafəli nisbətlərdə problem var. Özün də görsən, biraz çənə hissəsində olsun, o burun hissəsində olsun, məsafələr uzatmışsan. Amma məncə xarakteri tutmuşsan, məndə çox da qəşəngdir. 11 yaş. Bu qədər qısa və konkret deyir, 11 yaşım var. Gladiatordur, şövalye. Hə, oho. Bunu deyim ki, sən biraz da bunun tonlamasına fikir versəydin, daha çox qəşəng dərinlik versək. Dərinlik nəyə deyir uşaqlar? Tünddən açığa doğru bir tonda vurmasaydın, işin lap əla olardı. Belə qəşəngdir ya, sözüm yox. Amma yəni çox biraz da gözəlləşdir. 11 yaşa görə məncə əladır yəni. Amma 11 yaşında nə çəkinim sən Allah. Boş verək 11 yaşları. Amma sənin yaşında. Salam müəllimə, nətərsiz? Ümid edirəm yaxşısınız, həmişə yaxşı olasan. Bu rəsmimə baxın da. Kətan üzərində işləmişsən bunu. Nöqtələr var. Bir şey də çox şirin. Kətan biraz boş qalır, bunu deyim. Amma mərkəzləşdirmişsən, çox qəşəngdir. Afərin. Neçə yaşın var? Yaşını qeyd etməyim. Afərin uşaqlar. Aha, My Art Life. Hər videoda şəkillərini görə bilərsiniz. Portret işləyib. Portretdə sənə quzum ən böyük tövsiyəm nədir? Bir neçə iş atmışsan, şəkillərin axırlardan seçdim. Yəni əvvəldən şəkillər atmışsan və həqiqətən maşallah olsun. Bu qədər öz üzərində işləmək sən çox da fayda göstərəcək. Rəssamlıq budur da uşaqlar. Bir gün işlədin, qoydun qırağa yox. Hər dəfə və özündə də o irəliləyişi hiss edəcəksən məncə də.
Səncə ən böyük tövsiyəm, burada da şəkil qoyacağam böyük ehtimal. Adicə məsələn göz işləyəndə, məsələn mənim gözümdə nə görürsən, büllur görürsən, parlaqlıq görürsən, dərinlik görürsən, elə deyilmi? Sən də əgər portretdə realistliyi tutmaq istəyirsənsə, detallara düş. Yəni ümumi istəyib qoyma qırağa. Detal bilirəm vaxt aparır, amma o vaxtın da sənə qayıdacağını görəcəksən də. Yəni mən məsələn bir portret işləyirdim, sürətli işləyirdim, okey. Amma daimi formada öz üzərində işləyəndə artıq fərqi görürsən. Salam müəllimə, biraz çox oldu, üzrlü sayan. Bu rəsmlərdə rəy bildirsəniz sevinərəm. Hə, bu qızımız əsasən geyimlə bağlı əl işlərini atır və kanalı da var. Həqiqətən çox da qəşəng işləyir. Mən 1, 2, 3, 4, 5, 6 dənə rəsm atıb. 6-cısını çox bəyəndim. 6-cısını uşağa qoyacağım. Çox bəyəndim. Üçlü formada, rəng tonları falan. Birincisi də pis deyil, qırmızılı. İki də pis deyil, qəşəngdir, stilim qəşəng. Amma üçüncünü daha çox bəyəndim və ton rəngləməni də gözləyirəm. Rəngləsəm lap əla olur. 4-5-də fərqli ideyalar da yəni. Mən geyimlə bağlı işləyəndə əsasən uşaqlar şey deyirəm. Nə deyirdilər ona? İnsan proporsiya. Yəni bədən quruluşunu öyrəndikdən sonra onun üstünə geydirəndə lap əla olur. Ona görə 6-cı əl işini daha çox bəyəndim. Sizcə uşaqlar 6-cısı məncə qəşəng deyildi. Aha, Şahinin əl işlərinə baxırıq. Salamlar olsun Tərənə müəlliməyə. Mən bütün videolarınızı sona kimi izləyirəm. Özünüz də bilirsiniz. Onsuz da ona görə mənim şəkillərimin hamını göstərin lütfən. Lütfən yazıb. Əgər oturaq düz danışaq, həqiqətən Şahin mənim demək olar ki, bütün videolarıma baxır, axıra kimi fikir bildirir. Həqiqətən diqqətin üçün də çox sağ ol. Mən də sənin YouTube kanalıma baxmaya çalışıram. Həqiqətən sıfırdan heç bir qurma xəttindən istifadə etmədən sıfırdan başlayır və mən bunu xoşum gəlir. Bu əsasən naxışlarda, nəqqaşlarda olan bir xüsusiyyətdir. Çünki nəqqaşlar nə qurma, nə bir şey. Başlayırlar bir dəfəlik damalarla işləməyə və bir dəfəlik o xətti qoyurlar. Bizim müəllimimiz deyərdi ki, əlavə bir pozanı istifadə olmaz, birbaşa. O səndə o xüsusiyyət var və Tıq-Tıq xanımı görürəm, uşaqlığımızın. Tıq-Tıq xanıma mən bəlkə də 100 dəfə baxmışam, yalan olmasın, çox baxmışam. Və çox da qəşəng işləmişsən, naturmort işləmişsən, bax, akademik işləməyə başlamışsan, ha. Çox qəşəng. Bu nədir? Ana vətində uşaq. Əskər də qəşəngdir, amma əskərdə baş nahiyəsi bədənə görə fərqlidir, amma məncə qəşəngdir. Bax, buta naxış sənin işindir. Deyirəm də, sənin rüsumukun naxışa daha əlverişlidir. O demək deyil ki, sən başqa şeyləri işləməməlisən. Məncə də belədir ki, qulaq işləyib. Bax, hissələri keçmişsən akademik formada. Kəbə də işləyib. Qızılgül çox qəşəngdir. Silah da işləyib. Uşaqlar, silah pis bir şeydir, amma sadəcə işləyib. Xəttkeş. Və Şahinin bir xüsusiyyəti də var ki, xəttkeşdən qətiyyən istifadə etmir. Bir dəfəlik başlayır işə və bu məncə qəşəng bir şeydir. Qadın çantası. Ən sevdiyim bu oldu. Qadın çantası. Digər işlərində əladır, amma ən çoxu digər uşaqlarda da dediyim kimi bunu daha çox bəyəndim. Əla Şahin, uğurlar olsun. Amma bu dəfə fərqli olaraq sənin videonun şəkillərini axıra qoymadım. Çünki ardıcıllıqla getdi. Salam müəllimə, necəsiz? Necə alınıb? Hobbi olaraq çəkirəm. Çox da qəşəng işləmişsən. Yaşın mənim üçün maraqlıdır. Neçə yaşın var? Və bilikləri, detalları çox bəyəndim, ha. Yəni bizim müəllimimiz nə deyirdi? Elə meyvə şeylər çək ki, adam baxanda ona iştaha açılsın. Salam gözəl müəlliməmiz. Necəsiniz? Çox sağ ol quzum. Bütün videolarınızı sona qədər izləyirəm. Bütün işlərinizdə uğurlar. Çox sağ ol quzum. Hər birinizin işində uğur, bərəkət sizinlə olsun. Vanqu güclüyüb. Nə qəşəngdir bu? Çox qəşəng. İnansız pastel boyadan zəhləm gedir. Bilmirəm. İncə sənət adamıyam, bilirəm. Hər boyaya demək olmaz ki, zəhləm gedir qətiyyən. Amma mən özümü o pastel boyada görmürəm. Mən ən çox yağlı boya, akvarel və quaş texnikasını birləşdirmək. Yəni qarışıq texnikanı daha çox sevirəm, nəinki bunu. Amma sən çox qəşəng işləmişsən ha. Çox bəyəndim. Fevralın 18-i işləyib özü. Qəşəng əllərə sağ ol. Mən ümumiyyətlə sarı, mavi və qaranın birgə. Adicə mən fonda qoyduğum şəkillərdə bilə bilərsiniz. Mavi rəngi çox sevirəm. Hər nəysə. Bu hansı çizgi filmlərində uşaqlar? Mən yadımda da deyil. Baxmışam deyəsən. Amma çox qəşəngdir. Yaşın neçədir? Uşaqlar belə yazanı daha maraqlı olur. Elə bir sizlə söhbət eləyirmiş kimi hiss eləyirəm də, elə bir qarşılıqlı. Amma işi çox qəşəngdir. Yaşını bilmirəm.
Amma it qəşəng işləmsən. İt deyəndə bizim itimiz yadıma düşsün. Ceki. Arsperi. O. Bu pankekdir. Nədir bu? İkisi adını fikirləşirəm. Moruqlu eləmirsən özdə. Çox qəşəngdir. Bax yeməli görsənir. Çox qəşəngdir. Fonda qaratmısan. Çox qəşəng. Afərin. Arsperi bir neçə işdə atıb. Sadəcə növbə ilə getdiyimə görə quzum. Sən digər işlərində, digər videoda görəcəksən. Mən zaten ümumi hər dəfə icmalda şəkillərinizə ümumi baxıram. Biraz təəccüblənirəm. Bəzən deyirəm, ayda uşağa bax. Həqiqətən əla uşaqlar. Salam Tərnə müəllimə, necəsiniz? Çox sağ ol quzum, sağ ol. Sən necəsən? Ümid edirəm ki, yaxşısınız, həmd olsun. Mənim adım Əsmərdir, 12 yaşım var. Kursa getməmişəm, hələ ki təzə rəsmlər çəkməmişəm. Ona görə də bu qədər ata bildim. İlk dəfədir ki, sizin rəsmlərinizi atıram. Bu qızımızın adı mənə tanış gəlir. Ola bilər 1000 nəfərin adı, məsələn, necə ki mənim adım bir neçə nəfərin adında var, Tərənə adlı 1000 nəfər var da. Əsmər adı nəsə tanış gəlirdi. Bu heyvanın adını bilmirəm. Aşpaz şeyindədir. Mən ən çox bunu bəyəndim. Ceyran da qəşəngdir. Amma bunu daha çox bəyəndim. Nəyə görə? Çünki fəaliyyətdədir. Ona görə çox qəşəngdir Əsmər və belə də davam et. 12 yaşa görə məncə çox qəşəngdir. Hardan çəkmirsən, maraqlıdır. Salam müəllimə, necəsiz? 12 yaşım. Necədir? Ay ilə günəş. Məncə maraqlıdır. Sadəcə detallandır. Çünki 12 yaş elə bir yaş dövrüdür uşaqlar. Beynində nə varsa onu dök. Heç kim onu sən deyə bilməz ki, sən bunu niyə çəkmirsən? Bu təkdən şey boş şeydir. Sən ala bu nədir? Deyə bilməz. Çünki elə bir yaş dövrüdür ki, artıq sən necə deyirlər, doludur da, rəngarəngdir. Sən artıq boşaltmalısan. Amma işini demirəm, amma pisdir. Sadəcə daha da zənginləşdir, daha da gözəlləşdir. Afərin mama. Salam müəllimə, 12 yaşım var, hamısı 12 yaş var. Bunlar mənim ilk rəsmlərdir. İlk rəsmlərim. Mənzərəni daha çox bəyəndim. Bu maska da qəşəngdir. Bunu görmüşdük də uşaqlar. Mənzərəni daha çox bəyəndim. Akvarelini işləmişəm. Məncə mənzərə daha qəşəngdir. Məncə mənzərə daha qəşəngdir. Salam müəllimə, necədirlər? Mənim də qoysa sevinərəm. Niyə qoymuyorum? Dodaq işləyib çox qəşəng. Bax, dodaqda detallar, bilik, forma. Onları versən lap əla. Yaşını bilmədim. Yaşını qeyd etməyib. Amma çox qəşəngdir də, yəni. Afərin. Bilirəm, istəmişdə çəkdim. Takipçilərdən tanıyanlar var. Bu bismillah. O nədir? Niyə belə şeylər çəkir? Uşaq çəkmir belə şeylər. Tövsiyə etmirəm. Mən bu göbələk desin, zombiləşir, neyini? Mən bunu reisdən görmüşdüm. Çox da qorxuducu. Mən ümumiyyətlə qorxu filmini zəhləm gedir. Heç xoşum gəlmir. Tövsiyə də etmirəm. Özdə sən neçə yaşın var bilmirəm balacan. Amma izləmə. Vallahi izləməyin. Vallahi başqası baxır deyə, baxın nə var, onda baxmayın. Qorxarsınız. Çölə çıxmaydan qorxarsınız. Nəinki tək otaqda qalmaydan baxmayın. Amma maraqlı işləmirsə, amma belə şeylər çəkməyin. Tövsiyə etmirəm. O dostundan uzaqlaş, zarafat edirəm. Baxma elə şeylərə. Yaşımı. Gözəl şeylər səndən gözləyirəm. Oldu. Bir sözlə hər birinizi çox sevirəm. Digər videolarda görüşəndə. Hələ.